Elə görünüş. Ne olub sənə Aygül? Qadınlar da orada niye bir həssas olur? Çünkü Aygül de cavan yaşlarında ailə qurub. Ürəyimizdə o qədər şey var. Yox, popularlıq sizə bəzən o qədər zərbə vurur ki. Çünki insanlar bizi tanımır. Aytol. Ki qurmuşam xəyalımı. Amma yaşamamışam. Sən yaşamısan? Bilsən, qız uşaqlar da oradan çox belə şey olurlar. Adicə, bizdə də burada qızlar var da, bir yüz ikimiz xətrinə deyirəm, görürəm, biraz egoları var. Amma amma çıxıb danışırsan, Aygül, bax, qumral oynayır və hamı düşünür ki, sizdən xoşbəxti yoxdur. Və ümumiyyətlə oynayanda, rəqs eləyəndə altımıza sağ olsunlar. O qədər gözəl yaraşdırıb sözlər yazırsınız ki, amma biz bu performansı etmək məcburiyyətindəyik. Biz müğənniyiksə, səhnədəyiksə bunu göstərməliyik. Kimə lazımdır axı orada taxta kimi dayanıb oxuyan adam? Siz baxarsınızmı, maraqlı olarıqmı biz sizə? Mən inanıram ki, olmarıq. Aygül, bax bu həyatında əylənən, oynayan bu insanların iç dünyası tamam fərqlidir. Tamam fərqlidir və girib orada nəsə, mənim üçün qız evladı, qız çox həssasam. Aygül, peşmansan ki, valideynin sözünə qulaq asıb, ailə qurdun gənc yaşında. Bəlkə də biraz gec qurardın, amma tamam ailə olardın. Çox peşmanam. İndiyə nə qədər də deyinirəm. Bilirsiniz nəyə görə? Bəlkə də öz fikrimlə olsaydı, hər şey, mən fərqli, istədiyim hər şey bəlkə əldə edə bilərdim. Tamam fərqli bir xəyallarım, mənim hər şey, yəni biri də bu haqda danışanda mənim yanımda, mənim o həssas nöqtəmə dəyir. Nəyi dəyişdirmək istərdin həyatda? Şükürlər olsun yox, ki, qız bugünü evladıma. Yox, evladım var, o başqa. Amma bir o addımı fikirləşirdin ki, kaş yəni vaxtsız sevgi, yəni zaman verilmir. O vaxtı zaman vermirdilər qızlara ki, bir tanı ilə sadə, fiso gəldilər, bir aya, iki aya toy, fiso getdin.